Bəli, artıq diabet texnologiyaları çox irəlilədi. Bu baxımdan qan şəkərinin ölçülməsi üçün barmaq ucundan dərilən qlukoz monitorinqli qlukometrlər yerini smart sensorlara verməyə başladı. Bu texnologiyanın bizə gətirdiyi bir rahatlıqdır. Misal üçün, uşaq məktəbdədir, insülin vurur. Bunu evdə anasını, həkimi, tibb bacısı şəkərin neçə olduğunu rahatlıqla görə bilir və barmaq şəkərini ölçmədən, dəlmədən telefonda olan mobil əlavəyə qeyd olunmaqla bir şəkərin 1 və ya 3 dəqiqədən bir neçə olduğunu rahatlıqla görə bilirik. Hətta xəstə telefonu gətirdikdə mobil əlavəyə girərək şəkərin günlər içində neçə olduğunu rahatlıqla müəyyən edə bilirik. Bu baxımdan diabet texnologiyaları çox gözəldir. Müxtəlif firmaların təklif etdiyi sensorlar artıq 10 ildən çoxdur dünyada var və bu çox sürətli şəkildə gəlişir. Hətta saatlar şəklində monitorinq edə bilirik, saatda baxaraq şəkərin neçə olduğunu görə bilir bu insanlar. Ən çox mobil əlavələr üzərindən gəlişdi bu işlər və bu baxımdan diaqnostik olmasa da, yəni şəkərli diabet diaqnozu qoymaq üçün biz plazmadan, venoz qandan baxmağımız lazımdır. Amma diabet diaqnozu almış xəstələr üçün, monitorinq üçün bunlar çox keyfiyyətli və güvənli cihazlardır. Təbii həkim nəzarəti altında uyğun təlimat almaqla biz şəkərlərimizi bunlarla monitorinq edə bilərik.